Pepsi ilə bu anı yaşayan 20 nəfərdən birinin yerinə hər birimiz olmaq istərdik. Çünki onların açdıqları Pepsi qapaqlarından iPhone 6 smartfonu çıxıb. Yeni il ərəfəsində Pepsi şüşələrinin sarı qapaqlarından çıxan 5 dəqiqə danışıq kampaniyası haqqında yəqin ki eşitmişsiniz. Bu şanslı insanlar da sarı qapaqlardan çıxan şifrələrlə lotereyada iPhone 6 smartfonu qazanıblar. Ev üçün Pepsi aldım bu yaxınlarda. Həqiqətən də xəbərim olmadı. Uşaqlar açdı. Bu günlərdə mənə xəbər gəldi ki, siz iPhone 6 udmuşsunuz. Çox sağ olsun Pepsi. Yeni il hədiyyəsidir bu. Mən həmişə Pepsi alıram. Amma inanmırdım ki, belə bir uduş olacaq. Bunu gəldim burada gözlərimlə gördüm ki, iPhone 6-nı mən uddum. Mən bunu oğluma bağışlayacağım. Yeni illər çox gözəl hədiyyədir. Təşəkkürlər Pepsi. Əgər hələ də bu kampaniyadan xəbərsiz olanlar varsa, xatırladaq ki, sarı qapaqlı 1 litrlik Pepsi qapaqlarında Azərsel abunəçiləri üçün 5 dəqiqə şəbəkə daxili pulsuz danışıq şifrəsi var. Kampaniya hələ 2 ay davam edəcək. Pepsi ilə xoş anları əzizlərinizlə ünsiyyətdə yaşayın.